Məhəbbət iksiri 3-cü bölmə 3-cü fəsil. Qadına çevrilmiş kişilər. Doktor Hacı Təvəkküllü belə nəql eləyir. Bir gün öz diş xəstəxanamdan hərəkət elədim. Bir yerə getmək istəyirdim. Maşına mindim. Firdovsi meydanına çatar-çatmaz maşın saxladı. Bir qədər adam mindi, sonra gördüm ki, sürücü qadındır. Ətrafımda baxanda hamını qadın sifətində gördüm. Hamısı bir şəkildə və bir paltarda. Gördüm ki, mənim yanımda oturan da qadındır. Özümü yığışdırdım və elə fikirləşdim ki, səhvən qadınların maşınına minmişəm. Elə bildim ki, bu avtobus qadınlara məxsus olan avtobusdur. Maşın dayandı və bir qadın yerə indi. O qadın yerə inəndən sonra hamı kişiyə döndü. Əvvəlcə şeyxin yanına getmək istəmədiyim halda maşından düşən kimi mərhum şeyxin yanına getdim. Mən sözə başlamamış o buyurdu. Gördünmü? Bütün kişilər qadın halında idi. Çünki o kişilər həmin qadına diqqət yetirmişdilər və hamısı qadın sifətində idi. Sonra dedi, can verən zaman hər kəs nəyə diqqət yetirsə, o şey onların gözləri önündə təcəssüm tapır. Lakin Əmir-əl-Möminin Əli əleyhissalamə məhəbbət insanların qurtuluşuna səbəb olur. Necə də yaxşıdır ki, insan Allahın camalında fani olsun. Nəticədə başqalarının görmədiyini görsün, başqalarının eşitmədiyini eşitsin. O stol nədir? Doktor Səbati deyir, Seyyid Cəfər adlı bir pinəçi deyirdi, evimizdə böyük bir stol var idi. Onu qoymaq üçün münasib yer tapmırdıq. Onu hara qoyacağımı həmişə fikirləşirdim. Gecə şeyxin məclisinə getdim. O məni görən kimi qəlbimə işarə eləyərək dedi, o stol nədir ki, ora qoymusan? O şəxs birdən gülməyə başladı və dedi, cənab şeyx, onu qoymağa bir yer tapmadım, ona görə də bura qoydum. İlahi sirlərlə tanışlıq. Cənab şeyx inanırdı ki, ilahi sirlərdən agah olmağın əsası Allahı istəməkdir. O buyururdu, zərrə qədər Allahdan qeyrisinin məhəbbəti qəlbində olsa, ilahi sirlərlə tanış olmağın qeyri-mümkündür. Allahdan başqa heç nə istəmə. Allahdan başqa heç nəyi istəmə inancını iki mələk ona öyrətmişdi. Şeyxi sevənlərdən biri onun belə buyurduğunu deyir. Bir gecə iki mələk mənə iki cümlə gətirdi və Allah dərgahında fani olmağın yollarını mənə öyrətdilər. Həmən iki cümlə bundan ibarət idi. Özündən heç bir şey demə və Allahdan başqa heç nəyi istəmə. Xacə Nəsrəddin Tusi bu barədə buyurur, insan vəhdət dərəcəsinə yalnız bundan sonra çata bilər ki, varlıq və yoxluq qapılarını öz-özünə bağlaya və nəzərini bu iki dərəcədən yüksəklərə apara və insan nə qədər ki, varlıqla yoxluq arasında tərəddüddədir, təkcə dünya və ya axirət adamıdır. Əgər məcazi varlığı və həqiqi yoxluğu istəyirsə, dünya adamıdır və axirət ona haramdır. Əgər həqiqi varlığı və məcazi yoxluğu istəyirsə, axirət adamıdır və dünya ona haramdır. Əgər nə varlığı və nə də yoxluğu istəmirsə, əksinə Allah adamı olsa, dünya və axirət hər ikisi ona haramdır. Yəni təkcə dünyaya və ya axirətə nəzər eləsə, onun kamal dərəcəsindən və əksinə çevirər. Çünki nə qədər ki, insan axirət və behişti, savab və səadəti tapıb öz kamalını istəmişdir, öz kamalını da öz xeyrinə istəmiş olur. Deməli, özünü istəmişdir, Allahı yox. Belə olan halda kəsrət adamdır, vəhdət adamı deyil. Belə ki, buyurmuşlar, Allahdan başqa hər nə görürsənsə, bütdür, onu sındır. Belə isə Allahdan başqasını istəmək bütpərəstlikdir. Çünki hər kəs Allahı tanısa, onun əlaməti budur ki, Allahdan başqasını istəməsin və Allahı tanımaq, Allahı istəmək hələ də kəsrətdən sayılır. Çünki vəhdətdə tanıdan və tanınan yoxdur, istəmək və istənilən yoxdur. Hər şey Allahdır, vəssalam. Deməli, hər kəs Allahdan başqasını görmürsə, vəhdətin talibidir. Əgər Allah Teala varlıq və yoxluq hicablarını onun qarşısına götürsə, bu mərtəbəyə çatar. Əql və ruhun mərtəbələri. Cənab Şeyx buyurdu, əgər insan əql mərtəbəsində olsa, heç vaxt ibadətdən boyun qaçırmaz və Allah qarşısında günah eləməz. Çünki əql o şeydir ki, onun vasitəsilə Allaha ibadət olunur və cənnətlər kəsb edilir. Bu mərtəbədə insan Allahdan başqasına behiştə nəzər yetirir. Lakin ruh məqamına çatarkən, yəni ona öz ruhumdan üfürdüm, yalnız Allaha nəzər yetirir. Məhəbbət əsasında olan ibadət. İnsan Allahı sevməyin ən yüksək mərhələsində olduğu məhəbbət əsasında Allaha ibadət eləyir. O heç də cəhənnəmin qorxusundan, yaxud behiştə həsrətlikdən ibarət eləmir. Belə ki, İmam Cəfər Sadiq əleyhissalam öz ibadəti barəsində belə buyurur.
İnsanlar Allaha ibadət eləməkdə 3 dəstəyə bölünürlər. Onlardan birincisi ibadətin mükafatını almaq üçün ibadət eləyirlər. Bu hərislərin ibadətidir və o da tamahdır. İkinci bir dəstə cəhənnəmin qorxusundan ibadət eləyirlər. Bu da qulların ibadətidir və o da qorxudur. Amma mən Allah Teala'ya eşq və məhəbbət bəslədiyimə görə ona ibadət eləyirəm. Bu da kərimlərin ibadətidir və əminamanlıq sərmayəsidir. Çünki Allah Teala buyurur, onlar qiyamət gününün qorxu və vəhşətindən amandadırlar. Həmçinin Allah Teala buyurur, de, əgər Allahı dost tutub sevirsinizsə, buna əsasən hər kəs Allahı sevirsə, Allah da onu sevər. Hər kəs Allahı sevsə, qiyamət gününün vəhşətindən amanda olar. Cənab Şeyx öz dostlarına təkrarən tövsiyə eləyərdi ki, çalışsın Allahı istəməkdə bu nöqtəyə çatsın ki, Allah'a ibadətdə eşq və məhəbbətdən başqa heç bir məqsədləri olmasın. Hər şeyi özün üçün, hətta Allahı. Cənab Şeyx buyururdu, ey insan, nə üçün Allahdan başqasını istəyirsən? Məyər ondan qeyrisində nə görmüsən? Əgər o istəsə, heç bir şey təsir göstərə bilməz. Sənin qayıdış yerin ona doğrudur. Allahı buraxıb ondan başqalarını əldə eləmək istəyirsən? Nə üçün bu qədər öz dövrənə fırlanırsan? Allahı istə və bütün istənilən şeyləri onunla vüsala çatmaq üçün qərar ver. Məsələ burasındadır ki, biz hər bir şeyi, hətta Allahı da özümüz üçün istəyirik. Təqvanın ən yüksək mərtəbəsi. Şeyx təqvanın mərtəbələri barəsində buyururdu. Təqvanın müəyyən mərtəbələri vardır. Onun ən kiçik mərtəbəsi vacibatı yerinə yetirib haram işlərdən çəkinməkdir ki, bu çoxları üçün çox yaxşı bir işdir. Lakin təqvanın ən yüksək mərtəbəsi Allahdan başqa bütün şeylərdən çəkinməkdir. Bu mənaya ki, insan öz qəlbində Allah məhəbbətindən başqa heç bir şeyə yer verməsin. Məhəbbət məktəbi. Şeyx inanırdı ki, insan öz qəlbini Allahdan başqalarından təmizləməyincə insaniyyətin yüksək məqamına çata bilməz. Hətta əgər bir kəsin məqsədi özünü kamala yetirmək olsa da, yenə həqiqi məqsədə çatmayacaqdır. Buna görə də əgər bir şəxs onun yanına gəlib yol göstərməsini istəyirdisə və nə qədər riyazətlə məşğul oldumsa, heç bir fayda vermədi, deyirdisə, şeyx buyururdu, siz nəticə almaq üçün iş görürsünüz. Bu məktəb nəticə məktəbi deyil, əksinə məhəbbət məktəbi və Allahı sevmək məktəbidir. Qəlbin bəsirət gözlərinin açılması. Mərhum şeyx təcrübə əsasında başa düşmüşdü ki, insanın bəsirət gözünün, qəlbinin qulağının açılması və qeyb sirləri ilə tanış olması mütləq mənada Allah qarşısında ixlasla əməl eləyib Allahı sevməkdən ibarətdir. O buyururdu, əgər qəlbinizdən müğayət olub gözləsəz və Allahdan başqasına onda yer verməsəz, başqalarının görmədiyini görəcək, başqalarının eşitmədiyi sözlər eşidəcəksiniz. Əgər insan öz qəlbinin gözünü Allahdan qeyblərindən saxlasa, Allah ona nuraniyyət bağışlayar və onu ilahiyyatın lazım olan işləri ilə tanış eləyər. Əgər bir şəxs Allah üçün işləsə, onun qəlbinin gözü açılar. Dostlar, dua eləyin ki, Allah sizi mənəvi karlıq və körlükdən xilas eləsin. İnsan Allahdan başqasını istəyən vaxta qədər həm kardır, həm də kör. Başqa sözlə desək, şeyx inanırdı ki, şühudi mərifət yalnız sağlam qəlb vasitəsilə mümkün ola bilər. Yalnız o qəlblər tam sağlam sayılır ki, onda zərrə qədər də dünyaya məhəbbət olmasın. Bundan əlavə Allahdan başqa heç nəyi istəməsin. Bu da İmam Sadiq əleyhissalamın sağlam qəlb haqqında buyruğunun xülasəsidir. O Həzrət əleyhissalam illə mən ətəllaha bi qəlbin səlimin ayəsi barəsində buyurur. Sağlam qəlb o qəlbdir ki, dünya məhəbbətindən pak və sağlam olsun. Digər bir hədisdə buyurur, sağlam qəlb o qəlbdir ki, Allahla görüşə gələndə Allahdan başqa onda heç bir şey olmasın. Hər hansı bir qəlbdə şək yaxud şirk olsa, saqit və xəstədir. Qəlbin batini siması. Şeyx buyururdu, əgər insanın bəsirət gözü açılsa, Allahdan başqalarının qəlbinə yol tapması ilə eyni zamanda onun özünün bərzəx surətinin dəyişilib başqa formaya düşdüyünü hiss eləyər. Əgər Allahdan başqasını istəyirsənsə, sənin dəyər və qiymətin elə istədiyin şeylər qədərdir. Əgər Allahı istəsən, qiymətinin həddi-hüdudu yoxdur. Mən kana lillahi, kanallahu lehu. Hər kəs özünü Allaha sərf eləsə, Allah da onun üçün olar. Əgər bütün anlarda ilahi məhəbbətə qərq olsan, Allah nuru sənin qəlbinə saçar.
və istədiyin şeyləri ilahi nurla görərsən. Hər bir şeyin hazır olduğu qəlb. Şeyx buyurur, çalış qəlbin Allah üçün olsun. Qəlbin Allah üçün olsa, Allah oradadır. Allah orada olduqda onunla əlaqədar olan bütün şeylər orada hazır və zahir olur. Hər vaxt iradə eləsən, hamı sənin qəlbində hazır olacaqdır. Çünki Allah orada olduğu üçün bütün peyğəmbərlərin və övliyaların ruhu da oradadır. Məkkə Mədinəni iradə eləsən, hamısı sənin yanındadır. Belə isə çalış qəlbin yalnız Allah üçün olsun ki, Allahın məxluqları sənin yanında hazır olsunlar. İlahi işlər görən insan. Cənab Şeyxin nəzəri bu idi ki, əgər Allah məhəbbəti qəlbə qələbə çalacaqsa və doğrudan da qəlb Allahdan başqa heç bir şey istəməyəcəksə, insan ilahi xilafət məqamına çatar və ondan ilahi şeylər baş verər. O bu barədə belə buyururdu: əgər bir şey başqasına qələbə çalsa, məğlub olan şey qalib olan şeyin növünə çevrilir. Məsələn, dəmiri odda qızdırdıqda bir müddətdən sonra od qələbə çaldığından odun yandırma xüsusiyyəti dəmirə sirayət eləyir. Həmçinin insanın işləri öz xaliqi ilə əlaqədar olan işləri ilə də belədir. Həmçinin buyururdu, biz heç də fövqəladə bir iş görmürük. Əksinə, biz ilahi insan sayılan fitrəti tapmışıq. Hər şeyi ruh insana bağışlayır. Öküz ruhu öküzün işini görür, xoruz ruhu xoruzun işini görür. İndi deyin görüm, insanın ilahi ruhu nə işlər görə bilər? Gərək ilahi işlər görsün. Qəlbin təmizlənməsi. Buna əsasən qəlb Allahdan başqalarının məhəbbətindən təmizlənməsə, şühudi mərifət kəsb oluna bilməz. Mərifət də hasil olmayınca insan mütləq kamala aşiq ola bilməz. Buna görə də əsas məsələ bundan ibarətdir ki, qəlbi dünya məhəbbətindən paçlamağın çox da sadə bir iş olmadığını bilək. Biz öz qəlbimizi qoca qarının şərindən necə paklaya bilərik? Cənab Şeyxin nəzərinə görə qəlbi bəlalardan təmizləyən şey, onu həqiqi tövhidə yaxınlaşdıran şeylə eynidir. Bunlara əvvəlki fəsildə də işarə olundu. Yəni, daim özünü Allahın huzurunda hiss eləmək, Əhl-Beyt əleyhissalama təvəssül və gecələr razı niyaz eləmək, eləcə də Allahın bəndələrinə xeyir vermək. Allahla aşiqli üslubu. Cənab Şeyx qeyd olunan amillər içərisində Allahla xüsusi ünsiyyət yaradıb məhəbbət bərqərar eləmək üçün Allah bəndələrinə ehsanın ruhunu xüsusilə qeyd eləyirdi. Onun nəzərinə görə ilahi eşqin yolu məhz Allahın məxluqatına məhəbbət bəsləyib onlara hörmət eləməkdir. Xüsusilə zəif və ehtiyacı olan insanlara. Rəsul-i Əkrəmdən, salavatullahdan nəql olunan hədisdə belə buyurulur: İnsanlar Allahın ailəsidir. Allah yanında insanların ən sevimlisi o kəsdir ki, Allahın ailəsi üçün fayda yetirsin və bir ailəni şad eləsin. Başqa bir hədisdə qeyd olunur ki, Peyğəmbərdən soruşdular, Allah dərgahında ən sevimli şəxs kimdir? Həzrət buyurdu, cəmaata ən çox fayda verən şəxs. Başqa bir hədisə əsasən Meyrac gecəsi Allah Teala Peyğəmbər salavatullaha belə buyurdu: Ey Əhməd, Allahümmə salli alə Muhammedin. Mənim dostluğum fəqirlərə məhəbbətdir. Belə isə fəqirləri özünə yaxınlaşdır, onların məclislərinə get. Çünki fəqirlər mənim dostlarımdır. Şeyxin şagirdlərindən biri deyir, Şeyxin yol göstərməsi ilə bir müddət Ayətullah Kühüstaninin yanına nikaya gedirdim. Bir gün sübh nikaya getmək üçün İranpeyma qarajına gəldim. Nasir Xosrov küçəsindəykən Cənab Şeyxi gördüm. O buyurdu, hara gedirsən? Dedim ki, nikaya Ayətullah Kühüstaninin yanına gedirəm. Buyurdu, onun tutduğu yol zahidli idi. Gəl gedək, mən sənə Allaha aşiqlik dərs öyrədim. Sonra mənim əlimdən tutub hazırki İmam Xomeyni xiyabanına apardı. Kiçik bir küçədə yerləşən bir evin qapısını döydü. Həyətdə bir daxma göründü ki, kiçikli böyüklü bir neçə fəqir və biçarə uşaq orada yerləşmişdi. Cənab Şeyx onlara işarə eləyib buyurdu, bu biçarə insanların müşküllərini həll eləmək insanı Allaha aşiq eləyər. Sənin dərsin budur. Ayətullah Kühüstaninin yanındakı dərs isə zahidlik idi. İndi aşiqlik dərsindəsən. Bundan sonra 10 il müddətində şeyxlə birlikdə şəhərdən kənarda yerləşən biçarələrin yanına gedirdi. Şeyx onları mənə göstərir və yemək hazırlayıb onlara çatdırırdıq.